su və limonad istehsalından sizə biraz danışacağım. Dağdan gələn su burada saxlanılır. Bu buradan girir, silik veriləndən sonra artıq girir qəlibə. Burada isə əltifan qoyulur. İstehsal olunmuş məhsul gördüyünüz kimi gəlir, paletlənir. Bu işdə işləmək çətindir, biraz ağırdır. Yorulmayasan qardaş, işin həmişə olsun. Burada müxtəlif analizlərdən keçirik. Baxın, bu düşes qarışımıdır. Burada dolur və o tərəfdə isə qaz vurulur. Əla. Salam və vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. ATV-də İş Həmişə var yenə başladı. Bugün də maraqlı bir mövzu ilə qarşınıza gəlmişəm. Bu həftə mən mineral su və limonad istehsalından sizə danışacağım. Arxamda görürsünüz dağlar və dağlarda olan bulaqlardan çıxan sular. Baxın, bu fabrikdə istehsal olunur, qablaşdırılır və müxtəlif filtrizasiyadan keçir və bizim süfrələrimizə qədər gəlib çıxır. Bütün bunları bilmək üçün ekrana daha yaxın əyləşin. İndi isə yaxınlaşıram şirkət rəhbərliyinə və şirkət rəhbərliyindən iş istəyəcəm. Salam, xoş gördük. Salam, hoş gəlmişsiniz. Adım Fərid. Füzuli. Bugün bilirsiniz ki, İş Həmişə var verilişini təqdim edirik. Azərbaycanda bir çox iş yerlərində mən işləmişəm, İş Həmişə var demişəm və bugün sizin fabrikdə işləmək istəyirəm. Ümumilikdə sizdə iş var. Çox məmnun oldum. Həqiqətən bugün çox bacarıqlı mütəxəssislərə bizim də ehtiyacımız var. Füzuli bəy, Avtokar sürməkdən bütün işlərə qədər göstərmək istəyirəm ki, tamaşaçılar görsün ki, biz bir stəkan mineral su istəyirik, amma bilmirik ki, onun arxasında nə işlər var. Və ümumidə şirkət haqqında məlumat verərdiniz. Ölkə başçısının regionların iqtisadi inkişafı ilə bağlı fərmanından sonra bizdə də ki, regionların inkişafına görə bizim şirkətin də inkişaf etməsi üçün bir stimul yarandı və 2010-cu ildən etibarən biz artıq Gədəbəy rayonunda Zəhmət kəndində yüksək texnologiyalarla təchiz olunmuş gözəl bir mineral fabrikimizi qura bildik və bizim bu fabrikimizdə qazsız və qazlı sular istehsal olunur, mineral süfrə suları. Yəni 0,5 litr, 1 litr, 1 litr yarım, 3 litr, 5 litr, 8 litr və 19 litr. Bidonlarda da var. Bəli. Nə yaxşı ki, bax bu rayonda həmən bu fabrikimiz var və işçilər işləyir, rayon cəmiyyəti işləyir. 110 nəfərdən artıq Gədəbəy rayonunda, xüsusilə yaxın olan kəndlərdə, Zəhmət kəndində, Slavyanka kəndindən burada işçi ilə təmin olunub. Yəqin ki, indi çəkilişdə görünər ki, dağlarda olan bizim 13 bulağımızdan 26 ton saatla su gəlir. Bəzən düşünülür ki, Gədəbəydə hardaydı bu qədər su? Əslində daha çox su var, çünki Gədəbəy su ehtiyatları çox zəngindir. Həmin 26 ton saatda su gəlir fabrikamıza. Bu suda bizim üçün yetərincə hələ ki bəs eləyir və ehtiyac olarsa əlavə bulaq axtarışlarında da olmaq imkanımız vardır və bu qədər minerallarla zəngin olan suyun içirilməsində və bu bulaqlar ki, gəlir bizim ambarda su dincəlməlidir, su canlıdır. Həmən o su tökülən yerdə də ambara inşallah indi biz fabrikamıza baxış keçirdiyinizdə orada da ki 24 saat Quran oxunuşunu siz də eşidəcəksiniz. Quran oxunur. Bəli, bu ondan ötürüdür ki, yəni Allah Taala Quranı insanlara şəfa və rəhmət üçün göndərmişdir. Bəli, və Quran oxunan yerlər nura qərq olunar. Su canlı olduğu üçün, yəni həmən o Quran oxunuşundan da hər halda su pozitivləşir və insanlar da həmən o su içdikdə
pozitiv olurlar, yorğunluqları götürülür, əsəbləri sakit olur. Bizim ölkəmizdə, eyni zamanda bizim rayonumuzda həmin o bulaq suları bizim torpaqda olması da bizim üçün böyük bir Allahın bəxşişidir deyərdim. Çünki çox az faiz düşür bulaq sularının payına və hər halda ölkədən, paytaxtdan deməli 400 kilometr aralıqda yerləşən buradan bu gözəl təbiəti olan füsunkar gözəlliyə məxsusdur Gədəbəy. Evet. Yəni buradan bu suların paytaxtda bütün istehlakçılara, onların süfrələrinə çatdırmağa görə qürur duyuruq. Elə bizim də ən əsas qazancımız, yəni etibarlılığı qazanmağımızdır. Yəni müştərilər bizə inanırlar. Belə devizimiz də odur ki, biz etibarlılığımızı itirməməkdən ötəri pulu itirməyi hər zaman üstün tutmuşuq. Tək ki, nə etibarınızı itirəsiniz, nə də pulu itirəsiniz. Hər şey yaxşı olsun, işinizdə həmişə olsun. Kəndin adı zəhmətdir, elə bizim proqramımız da zəhmətkeşlərin proqramıdır. Ona görə sizdən icazə istərdim, gedim mən yaxınlaşım sizin əməkdaşlara və başlayayım iş həmişələr deyilməyi. Bu sudan biraz içdim. Nuş olsun. O zaman başlayaq işə də biz. Gedək həmin dediyiniz yerə, suyun qəbul olunma yerinə. Oldu mən. Çox sağ olun, təşəkkürlər. Təşəkkür. Salam qardaş, xoş gördük. Adınız? Adım Ələkbər. Ələkbər, mənim adım Fəriddir. Sizdə elə bir təəssürat yaranacaq ki, bura dini bir yerdir, əslində elə deyil. Bu depoda sular saxlanılır, xammal. Müəllim, bizim Gədəbəy Mineral Suları Fabrikinin xam su anbarıdır. Bulaqdan gələn sularımız 0,4 ento duruluğunda hovuzlara daxil olur. Bulaq suları hovuzlara daxil olandan sonra gördüyünüz kimi Quran ayələrinin sədasatında su dinləməyə qoyulur və daha sonra mexaniki filtrlərdən keçdikdən sonra 0,21 ento duruluğunda istehsalımıza verilir. Elə bir dağdan gələn su burada saxlanılır, dinlənilir və bu filtrlərdir. Bu nə kömür filtri var, ultra bənövşəyi filtri var. Kömür filtridir, ondan sonra qum filtridir. Bunlar suyun tərkibində olan yad cisimləri götürmək üçün istifadə olunan filtrlərdir. Hansı ki, suyun tərkibində yad cisimlər olsa, onu götürmək üçündür. Fiziki. Bir də ki, bunlar su, elə bir bulaqdan gələn su 0,4 ento duruluğunda hovuzlarımıza daxil olur. Daxil olandan sonra dinləməyə birinci hovuzda qoyulur. Daha sonra dinləmədən bu mexaniki filtrlərdən keçir və 0,21 ento duruluğunda istehsalımıza verilir. pH nə qədərdir? 7,5 dərəcə. Çox yaxşıdır. O zaman biz gedək suyu görək də, o depoları görə bilərik də suyun axmağı. Baxın, siz çıxın, ya mən çıxım. Yox, mən çıxıram. Salam qardaş. 1, 2, 3, 4 dənə nəfəsliyi var. Əslində onlar nəfəsliyi deyil, qapılardır. Dupduru su əlavə olunur çənlərə. Gördüyünüz kimi bizim Gədəbəy dağlarından gələn səfalı təmiz sularımız bu hovuzlarda depolanır. Bu hovuzlarda depolanandan sonra da mexaniki filtrlərdən keçdikdən sonra istehsala keçir. Bizim də dağlar... İlkin sudur, dağdan gələn sudur. Dağdan o su gəlir. Təbii bulaq suyumuz Təbii bulaq suyudur. Baxın, göz yaşı kimi dupdurudur. Heç bunu əslində keçirtmək lazım deyil, heç bir filtrdən, amma hər ehtimala qarşı siz keçirdirsiniz. Göz yaşı kimi təmiz bulaq suyu. Hovuzlarımızdır, yəni görə bilərsiniz. Hovuzun da təmizliyin özünüz şahidi olursunuz da. Daha sonra isə burada nə saxlanılır? Burada da sudur da. Növbəli hovuzlardır. Hovuzun biri dolandan sonra keçir o birisi. O da olur, bu da olur. Hamısı dolduqdan sonra ehtiyat sular yavaş-yavaş Bəli, dinlənmiş su mexaniki filtrlərdən keçir. Hazır su hovuzuna və oradan da 0,21 ento təmizlikdə olandan sonra keçir istehsalımıza. Buradan isə bir boru gedir, artıq o boru istehsal xəttinə gedir. Bəli, bəli. Hazır sular istehsala verilir. O zaman gedək istehsala da.
Və gəldik fabrikə. Hal-hazırda gördüyünüz bu xətt bizim 5-8 litr dolum xəttidir. Bu dolum xəttidir. Bəli. Butulkalar necə hazırlanır? Biz elə gəlmişik şişirmə makinasının yanına. Buyurun. Şişirtmə makinası. Tanış olaq burada. Buna ağzı kapsulalar sökülür bu hissəyə. Bu displey böyük 110 qramdır. Bu 8 litr dolum. 8 litrlikdir. Bəli, 110 qram Bu kapsula. şişəcək olacaq. Göstərərəm o prosesi, indi baxaq ayağını şəkildə. Buyurun. Bu buradan girir. Elevatorla gəlir şişirmə makinasına. Buradan lazımlı temperaturu elevatorda alandan sonra keçir qəlibə. Qəlibi də buyurun oradan baxa bilərik qəlibi. Hə, anladım. Bir dəqiqə tamaşaçılar, hörmətli tamaşaçılar. Bu buradan girir. Baxın, burada istilik verilir orada, istilik. İstilik veriləndən sonra artıq girir qəlibə. Qəlibə isə şişir. Qəlibdə hava vurulur, lazımlı formanı alır və keçir dolma. Buyurun bu yandan keçək. Proses burada da eynidir. Eyni prosesdir. Burada isə balacadır, yarım litrlik. 16 qram, bəli, yarım litr Slavyanka və Gədəbəy məhsullarının Bundan yarım litrlik alır. Bəli. Bu da eyni qaydada şişir. Yeni prosesdə. Sadəcə olaraq qramları fərqlidir, bir də qəlibləri. Salam qardaş. Salam. Siz bu cihazı idarə edirsiniz də. O tərəfdən çıxır da hazır məhsul. Siz artıq ölçüləri vermişsiniz də hər şey. Bütün istilikləri, bir də sürətini tənzimləmişik aparatı. Yəni istilik qaydasında olanda, yəni qablarda zay məhsul çıxmır. Məhsulumuzun keyfiyyətli olması üçün daimi nəzarət edirik. Nəzarət vaxtında olmalıdır. Vaxtında nəzarət olunmalı üçün, yəni qablar zay çıxmasın, təmiz məhsul. Hazırda hazır məhsulda burada. Buradan çıxır. Yaxşı qardaş. Belə aç. Baxın, baxın, baxın. Baxın görün necə dolur. Buradan da keçir dolum xəttinə. Elevatorla ötürülüb doluma, dolum prosesinə də baxa bilərik. Baxın. Bayaqçı kapsuldan belə bir qab alındı. Buradan hava vuruldu. Ağızdan hava vurulur, qəlibdə. Vurulur, qəlibin formasını alır, 8 litrəlik olur. İndi keçək dolum prosesinə. Bundan sonra yuyulur, içi doluma gedir. Bəli, yuma, ondan sonra dolum. Buyurun, baxaq. Bu hissədən gəlir, qablar keçir aparata. Bu həm, bəli, həm yuma, həm də dolum makinasıdır burada. İlk olaraq şişirmədən çıxan qab burada yuyulur. Yuyulma prosesi başa çatandan sonra keçir doluma. Gedək prosesi göstərək. Buradan proses gedir. Və gördüyünüz kimi Yuma prosesi bitəndən sonra qablar ötürülür doluma. Dolum bitəndən sonra davamına baxaq ardıcıl olaraq qapaqlama bölümünə keçir. əllə qapaqlanır. Xeyr, bizdə əllə iş yox. Makinada avtomatik qapaq bağlama bölümündə qapaqlanır. Avtomatik olaraq qapaqlanır. Salam qardaş. Ver mən də eləyim. Burada isə əl tutan qoyulur. Baxın. Bu artıq hazır məhsuldur. Xeyr, etiket vurulub, tarif vurulandan sonra hazır məhsul. Buyurun. İstifadə müddəti nə qədərdir? Burada tarif vuran makinası var. Tarif vuran makinasından qarşısından keçən hər məhsulun üzərinə istehsal tarifi və saatı yazılır. Bizim bu məhsulun istifadə müddəti 6 aydır. 6 ay saxlanıla bilər. Bu məhsul, bəli. 6 aydır. Tarif vuran makinasından keçəndən sonra keçir etiketlənməyə. Burada etiketlənir. Artıq bizim hazır məhsulumuzdur. Bax, Bütün proseslərdən keçir. etiketlənmiş tam hazır məhsul budur. Bütün proseslərdən keçir və sonda bir nəfər operator burada nəzarətçi vəzifəsində oturur. Salam qardaş, yorulmayasan. Sənin işin yalnız keyfiyyətə nəzarətdir. Baxırsan ki, etiketi, tarixi, hamısı yerində, qapaq. Elə olur ki, səhv olur. Olanda götürürük. Olanda olur da, sən onu buraxmırsan istehsala, satışa. Yorulmayasan, işin həmişə olsun. Sonra artıq paketlənmə. Bəli, kasetlənmə sol tərəfdədir. Bax, kasetlənmə və gedir yük ərazisindən satışa. Gördüyünüz kimi burada
Şüşə butulkalarda da Bizim hazır məhsul anbarıdır. İstehsaldan çıxan məhsullar burada depolanır və depolanandan sonra bizim şirkətə məxsus nəqliyyat vasitələrlə bizim satış görülür. Gədəbəydən Bakıya çatır. Bəli, Gədəbəydən Bakıya. Bir söz demir, burada görürsünüz şüşə dolum da var. Daha sonra burada dispenser üçün olan dolum da var. Hər cür dolum var. Görürsünüz, bizim verilişin adı İş Həmişə vardı. Maraqlı bir şüar yazılır. İşləmək istəyən yol axtarar. İşləmək istəməyən bəhanə. Həqiqətən bəhanə eləmək lazım deyil. İşin, peşənin fərqi yoxdur. Təki iş olsun, təki işləmək olsun. Yorulmayasan qardaş. Deyəsən boşluqdur. Hə, sənin işin nəzarətdir. Yox, operator. Burada paletlənir, hörmətli dostlar. İstehsal olunmuş məhsul gördüyünüz kimi gəlir. Paletlənir. Və daha sonra isə nəticəni göstərəcək sizə. Yorulmayasın. Bu formada bu işdə işləmək çətindir, biraz ağırdır. Suyu qaldırmaq, daşımaq. Necəsən qardaş? Adın nədir? Yaşar? Yaşar. Gədəbəylisən, hə? Neçə ildir bu işdəsən? 4 ildir, yorulmayasın. Yorulmayasan qardaş. Beləliklə bu formada qoyduq. Daha sonra isə Gəlir sarğı makinasına. Burada streçlənir sarğı makinası. Bəli. salam qardaş. Hə, daha sonra isə burada paletlənmə baş verir. Sarğı makinasına. Bu məhsulun yolda nəqliyyat vasitəsi dağılmamasının, Başa düşdüm. zərər dəyməməsi Bu aydındır. Birazdan gəlib bunu daşıyacağıq. Yenə keçək növbəti işlərə. Alınır müəllim. İşləyə bilirəm, məsələn daşıya bilirəm. Bilirsiniz nə avtokar sürürəm mən? Elə bu avtokarı da indi bunu da sürə bilirsənsə, əyləş sür yüklənməyə. Boşsan mənim. Bu dəqiqə istehsal olunan məhsulu yükləyim maşına, daha sonra isə digər istehsal xəttini göstərəcəyik. Burada iş həmişə var. Təkcə bu zavoddan ibarət deyil. O tərəfdə limonad istehsalı da var. Onu da sizə təqdim edəcəyik. Yorulmayasan qardaş, işin həmişə olsun. Heydər, sən də bununla bir yerdə göndərəcəm Bakıya. Nəsə alınmır. Aa, nə oldu? Yaxşı pis alındırdım. Belə, qardaş, biz artıq 8 litrlik su istehsal elədik. Bəli. İndi isə keçək kiçik həcmli su istehsalını təqdim edir. Daha sonra keçək limonada. Gördüyünüz qablar bizim 19 litr dispenser qablardır. Hansı ki geri dönüşümlü qablardır və əsasən evlərdə, ofislərdə, şirkətlərdə istifadə olunur. Dolum hissəsidir. Dolum hissəsindən çıxandan sonra Bu dispenser üçün olan sular. bəli, dispenser üçün Bunlar elə bir qablar. geri dönüşüm olan Bəli, təkrar dönüşümlü qablardır bunlar. Burada dolumdan çıxır, qapaq bağlanır yenə. Bu silim taxılır.
Və istehsal eyni xətt, eyni qaydada olur. Uzun-uzadı danışmaq istəmirik. Buradan da olur. Burada silim yandırılır, nəzarət masası. Burada da nəzarət masası var. Xanım yorulmayasınız. Buradan daha sonra isə eyni qaydada keçir o tərəfə. Proses eynidir. Kiçik həcmli su necə istehsal olunur, gərək onu göstərək. Yarım litrlik kapsullarda əlavə olunur quruğuya. Kapsullar əlavə olundu. Gördüyünüz kimi eyni qaydadadır. Orada böyük necə hazırlanırsa, kiçik də bu formada hazırlanır. Kapsul əlavə olunur və pişirilir bu formada. Gördüyünüz Burada pişirilmiş kapsulalar burada daha iyi göstərilir. Baxın oradan Gəlibdən çıxır. bu formada. Və proses Eyni proses keçirilir. bu formada ötürülür. Və gördüyünüz kimi buradan ta gedir dolum maşını. Yarım litr dolum maşınasına gedirik. İndi biz dolum prosesindən tanış olacaq. Və daxil olur. Daxil olur burada yenə yuma prosesidir həmən şu qaydada. Yuma prosesinin qabların içi yuyulur. Yolduqdan sonra burada dolur. Getir dolum, yox, hayır, dolum bu ərazidə. Doldurulur, bəli, burada qapaqlama prosesidir. Buradan verir qapaq bağlama bölümünə, qapaqlanır. Hazır sulardır, nuş olsun. Burada paketlənir. Hayır, burada etiketlənir. Burada etiket vurulur. Bəli, yarım litr Gədəbəy suları burada etiketlənmə prosesi gedir hal-hazırda. Eyni qaydadır, hörmətli tamaşaçılar. Uzatmayacağım. Eyni qaydadır. Burada etiketlənir və orada nəzarət olunur. Etiketləndikdən sonra tarix vurulur, nəzarət olunur və paketlənir. Artıq proses məlum oldu. Qardaş, sizlə sağollaşıram. Mən gedirəm laboratoriyadan sonra isə gedəcəm limonad istehsalını göstərəcəm. Diqqətiniz, ATV-də diqqətiniz, iş həmişədə olsun. Nuş olsun, bizim sular. İş həmişədə olsun. Sağ olun qardaş. Hörmətli izləyicilər, biz artıq mineral suyu istehsal etdik, qablaşdırdıq. Füzuli müəllimlə gəldik laboratoriya. Bu laboratoriya haqqında danışardınız. Bu laboratoriyada nə iş görülür ümumilikdə? Bilirik ki, analizlər götürülür, sınaqlar keçirilir burada. Bəli, ümumiyyətlə bulaqlardan ki, ambara su daxil oldu. Bəli. Hazır xammal istehsala getməmişdən əvvəl laboratoriya analizləri olunur. Bəli, əvvəldə, sonra da. Bəli, əvvəldə analiz olunur ki, artıq istehsala icazə verilsin. Yəni heç bir problem olmadığına tərkibinə görə.
Ondan sonra isə artıq istehsal başlanır. İstehsal prosesində isə Bəli. ara sıra həmən nümunələr götürülür, yoxlanılır ki və onların dəqiq analizdən keçdikdən sonra arxivləşdirilir və təkrar istehsal yenə də başlayır. Məhsul tamamilə bitdikdən sonra bir də analiz olunur. Bu sonuncu analizdir. Biz əvvəl qardaş yoxlamışdıq. Bu Bəli, bu sonuncu analizdir. bu sonuncu. İndi mən nə qatıram bunun içinə? Bu fermentlərə də veririk. Adınız nədir qardaş? Şahmurad. Şahmurad. Bu ver. 2 milli haracandır? Basırsınız mı? Ha. Bu nə məhluldur? Tozdur. Tozu buradan götürün, bu qədər. Hardasa az bir miqdarda veririk. Bəsdir. Daha bəsdir. Partlayır bunu. Yox, Baxın, rəngi dəyişdi. Bu məhlulu nə edəcək? məhlul tütünləyəcəyik. Görürsünüz, burada heç nə boşu-boşuna baş vermir. Biz suyu alıb içirik, artıq əmin ola bilərik ki, su boş-boşuna adi bulaqdan çıxıb birbaşa doldurulmur qablara. Burada analizlər keçirilir. Hələ bu laboratoriyanın qurulması üçün nə qədər vəsait lazımdır. Bu elə belə iş deyil. Bəli, çox məsuliyyətli bir işdir və Süper. biz də o məsuliyyətimizi tamamilə hiss edirik. Baxın, burada müxtəlif analizlərdən keçir və burada ilkin olaraq xam malda oq verəndən sonra, laboratoriya razılıq verəndən sonra istehsalat başlayır. İndi hazırda istehsal olunmuş məhsulun codluğuna baxırıq. Cod su ərk yaradır. Amma bu su ilə dəmlənən çayda heç vaxt çaydan da ərk yarana bilməz. Çünki hər şey normal həddindədir. Minerallarına görə 0,5 qram litrdə minerallar vardır məhsullarımızda. Belə, Füzun müəllim, bəlkə keçək artıq limonat istehsalına, su istehsalını tamaşaçılara göstərdik. Keçək limonat istehsalına. Limonat zavodu ayrı bir zavoddur da, səhv? Bəli, bizim limonat fabrikimiz 2015-ci ildə başlayıb inşası, yəni artıq istehsal olunur və orada da bizim həm PET qablarda limonat, həm də şüşə qablarda limonatlarımız istehsal olunur. Həmən limonatımızın daha keyfiyyətli olmağının iki səbəbi var. Birincisi, Gədəbəydə bulaq suyundan istifadə olunur. Həm PET, həm də şüşə limonatlarımız var. Limonatlarımız çeşid olaraq duşes, tərxun, üzüm, nar, limon. Nar limonat olur. Bəli. Bugün gedib dadarıq. Oldu. Buyurun. Baxın, mən çox zavod və fabriklərdə olmuşam. Bəzi zavodlarda var bu sistem, bəzilərində yoxdur. Gördüyünüz kimi yerdəki boya qatı antibakteriyaldır. Bu o deməkdir ki, burada istəsə də bakteriya inkişaf edə bilmir. Antibakteriyal təbəqədir. Ona görə də bu mühitdə istehsal olunan limonad keyfiyyətli olur. Bundan da önəmlisi, həm də gigiyenik olur. Bundan da önəmlisi əsas qarışımdır. Qarışımı da burada hazırlayırsınız da. Laborat qardaş yenə burada. Sən buradakı laboratoriyada sən baxırsan, hə? Bəli. Siz nə işə baxırsınız? Mən buranın bir qaydırıyım. Texniki nəzarətçi sizsiniz. Siz yenə də bu işə baxırsınız. Bəli. Bütün o zavodda, bu zavodda istehsalat rəisi sizsiniz, hə? Mən planlama mütəxəssisiyəm, həm də belə bir istehsala da baxıram. İstehsalata siz baxırsınız. Xammalar da hazırlanır. Amma buyurun keçin, tanış olaq. Bizim limonatların keyfiyyətli olmasına əsas səbəb Xammaldır. İndi harda xammal hazırlanır, hörmətli tamaşaçılar, gördüyünüz kimi bura şəkər əlavə olunur. Bəzi yerlər var ki, şəkər qatmış, şəkər əvəzləyici qatır. Xeyr, bizdə 100% təbii şəkərdir. Şəkər qatır. Bəli, şəkər məhsuludur. Bir də bizim məhsulların keyfiyyətli olmasının, dadlı olmasının əsas səbəblərindən biri
həm 100% təbii şəkər, həm də təbii bulaq suyudur. Hə, əsas bulaq suyudur da. Təbii bulaq suyu bundan əlavə Bir də aromalar. aroma. Baxın, həmin aromalar burada həmin qarışım baş verir. Baxın, bu duşes qarışımıdır. Birazdan istehsalata gedəcək. Burada temperatur saxlanılır. Gördüyünüz kimi soyuqdur. Digərlərdə üzüm, digərlərdə nar və digər qarışımlar hamısı bax bu formada çənlərdə saxlanılır. Məhsullar çənlərində hazırlanır və hər gün istehsaldan sonra, yəni başqa hər məhsulun öz çəni var burada. Qarışım. Buradan sonra yenə laboratoriyaya göndərilir, laboratoriyada yoxlanılır. Eyni proses davam edir. İstehsaldan qabaq da laboratoriyada yoxlanır. Suda necə idisə burada da elədir. Bəli. Və dolum xəttidir. Gedək yaxınlaşaq dolum xəttinə və sizin limonadın dadına baxaq. Suyun dadına baxmışıq. Su yaxşıdır. Görək sizin limonadın dadı necə. Baxın. İstehsal olunmuş. Pişirilmiş qablar bu hissədə yuyulur, içtiması yaxalamadan keçəndən sonra verilir yenə həmənki sudakı proses kimi doluma. Burada dolur və o tərəfdə isə qaz vurulur. Dolum zamanı qaz suya qarışır, hazır gəlir. Qazla suya qarışır, qaz suya qarışıb gəlir. Hə? Bəli, saturatorda hazırlanır, hazır gəlir çənə. Dolum çənində hazır limonaddır bu. Qapaqlanır, qapaqlanmadan sonra pişir prosesinə də yenə tanış ola bilərik. Gedək şimdi. Bu hissəcə bizim hazır limonadlardır. Qapaqlanır və etiket vurulur, satışa suyun birini içək yoxlayar. Bu hazır limonaddır. Qapaqlandıqdan sonra orada hörmətli tamaşaçılar yuyulur. Nəyə qarşı yuyulur? Bu şirə olmasın deyə. Baxın, qoyuram, bu da yuyulur. Bax, yuyuldu, çıxdı. Yuyuldu, hə? İndi isə bu hazırdır da. Bütün proseslərdən keçir. Qazı da çox deyil, az qazlıdır. Sadəcə olaraq etiket vurulacaq. Hə, etiket vurulacaq. Baxın, siz bu dəqiqə bunun iyin hiss eləyə bilmirsiniz, amma mən hiss eləyə bilirəm. Əla. Super. Deyəsən, çox xoşuna gəldi. Bu ispirindir. Bugünkü proqramda biz sizə Gədəbəy Slavyanka suyunun istehsalını təqdim etdik. Təmiz mineral bulaq suyunun hansı mərhələlərdən keçməyini gördünüz və limonad istehsalını sizə təqdim elədik. Təşəkkür edirik Slavyanka şirkətinə, Gədəbəy Mineral Suları MMC-yə təşəkkür edirik, mənim sizə təşəkkür edirik. Çox sağ olun ki, açıq qapı elan elədiniz və dediniz ki, buyurun, hər şey göz qabağındadır. Mən burada heç bir şey reklam eləmirəm, sadəcə olanı sizə göstərirəm. Qardaş, sizə də təşəkkür edirəm. Ölkəmizdə bu dəqiqə iqtisadiyyat inkişaf edir, yeni zavodlar açılır. Hələ bayaq siz də qeyd elədiniz ki, bu zavod ölkə başçısına ayırdığı güzəştli kredit sahəsinə inşa olunub. Təşəkkür edirik ölkə başçısına ki, sahibkarlara belə dəstək göstərir. Sağ olun, salamat qalın, gələn həftə görüşərik. Nə xoş ki, belə zavodlar var və biz əvvəllər Gürcüstandan limonad alırdıq. Gürcü limonadı deyirdi, amma təmiz Azərbaycan Gədəbəy limonadımız var. Sağ olun, salamat qalın, gələn həftə görüşərik. Sonda isə təşəkkürüm var Eser qrupa, sağ olsun bizi işçi geyimləri ilə təmin edirlər.